Müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizə 29-cu sınağın izahını göndərəcəm. Deməli, sınaq 29-da birinci sualımız budur. Xəbər məsdər tərkibi ilə ifadə olunub hansı cümlədir? Baxaq. Deyir, kimsə onun irəliləyə biləcəyini düşünməmişdi. Düşünməmişdi, xəbər şəklində olan feildir. Cavabımız bu deyil. Deməli, bu getdi. Tanışlarımızdan çox adam var idi, hamısı yeməkdə idi. Nədə idi? Yeməkdə. Yəni, bu da məsdər tərkibi olmadığı üçün bunu da çıxarıram. İnsanı inkişaf etdirən daim mütaliə etməkdir. Nədir? Daim mütaliə etməkdir. Nə? İnsanı inkişaf etdirən. Burada mənimlər 3 dənə cavab var. 3 dənə düzgün cavab var. Baxın, mütaliə etmək olsa idi, bu olardı sadəcə məsdər, tərkib olmazdı. Amma axı bunun əvvəlində daim sözü də var. Ona görə bu daim mütaliə etmək məsdərin tərkibidir. Deməli, bu da düz cavabdır. Sonra ikinciyə baxaq. Kəmalənin məqsədi bütün bu olanlar haqqında valideynlərindən məlumat toplamaq idi. Nə idi? Bütün bu olanlar haqqında və valideynlərdən məlumat toplamaq idi. Nə? Kəmalənin məqsədi. Bu cümlə bir mübtədadan, bir xəbərdən ibarətdir və bu cümlədə də xəbər məsdər tərkibi ilə ifadə olunubdur. Deməli, həm C bəndi, həm D bəndi doğru cavabdır. Gəlin görək E-yə baxaq. Onun işi elə bütün günü boş-boş danışmaqdır. Nədir? Elə bütün gün boş-boş danışmaqdır. Nə? Onun işi. Burada da xəbər məsdər tərkibi ilə. Deməli, bu testdə 3 dənə cavabımız var. C-də, D-də, E-də doğru cavabdır. Keçək ikinci sualımıza. İzahın ki, yəqin ki, anladınız nə demək istəyirəm. Baxın, C-də budur ki, insanı inkişaf etdirən daim mütaliə etməkdir. Yenə deyirəm, təkcə mütaliə etmək olsa, deyərdiniz ki, bu tərkib deyil, mürəkkəb feildir. Amma əvvəlində daim söz olduğuna görə oldu məsdərin tərkibi. Kəmalənin məqsədi nə idi? Bütün bu olanlar haqqında valideynlərindən məlumat toplamaq idi. Yenə, bütün bu olanlar haqqında valideynindən məlumat toplamaq yenə məsdərin tərkibidir. Onun işi nədir? Bütün günü boş-boş danışmaqdır. Bütün günü boş-boş danışmaq yenə məsdərin tərkibidir. Deməli, 3 dənə cavab, düz 3 dənə cavab var 29-cu sınağın birincisində. Keçək ikinci testimizə. Hansı fikirlərin yeri dəyişsə, uyğunluq bərpa olunar. Yəni, buradan yanlışı seçməliyəm. Qoy silək, biraz daha səliqəli olsun. Buradan yəni yanlışı, buradan doğrunu seçməliyəm. Çünki yer dəyişməlidir. Doğrudan yanlışa, yanlışdan doğruya gedən axtarmalıyıq. Bitişik yazılan feillər də var. Bəli, demişəm ki, 4 dənə bitişik yazılan feillərimiz var. Xoş hallanmaq, sağollaşmaq, xudahafizləşmək, istiotlamaq. Deməli, bu doğrudur. Buna dəymirəm. Qoşma bəzən müstəqil şəkildə də cümlüzv ola bilir. Qoşma, ola bilməz. Köməkçinin qısası niyə müstəqil şəkildə cümlüzv olsun ki? Bu yanlış fikirdir. Bütün sifətlər dərəcəyə görə, bəli, demişəm ki, ki ilə düzələnlər, vi ilə və lıqla düzələnlər dərəcəyə görə dəyişmir. Bu da doğru fikirdir, buna da dəymirik. Deməli, buradan 2-ni götürdüm. Yanlış da bu tərəfə keçməlidir. Sonra, yəni 2 getməlidir, bax bu üzə. Gəlin, bu birisi tərəfə baxaq görək. Yanlışlara. Qeyri-müəyyən əvəzliklər quruluşca yalnız 2 növdə olur. Qeyri-müəyyən əvəzliklər quruluşca yalnız 2 növdə olur. Mən demişəm ki, quruluşca yalnız sadə olanlar şitdir, şit. Şəxs, işarə və təyini. Amma demişəm, sual və qeyri-müəyyən həm sadə, həm düzəltmə, həm mürəkkəb olur. Deməli, bu yanlışdır, dəymirəm, çünki yanlışın altında yazılır. Köməkçinin qissələri, yaxşı, sakitləşdirəm. Köməkçinin qissələri də bəzən söz yaradıcılığında iştirak edir. Bəzən istisna halda köməkçinin qissələri söz yaradıcılığında iştirak edir demişəm. Məsələn, məktəbə qədər sözündə qədər sözü qoşmadır, amma mürəkkəb sifət yaranıb. Məktəbə qədər təhsil. Və yaxud da aid sözü qoşmadır, aidiyyat yaranır bundan, aidlik yaranır bundan. İstisna halda qoşma söz yaradıcılığında iştirak edir. Bax, bu doğru fikirdir ki də. Qrammatik şəkilçilərin hamısı milli, leksiklərin isə hamısı alınmadır. Bu yanlış fikirdir, xeyr. Qrammatiklər hamısı millidir, bax, bura düz idi. Amma leksiklərin isə həm millisi, həm alınması var. İvi, karkeş, dar, daş yox, daşla gil demişəm, gildaş bir cür yazanlar bizimdir. Dar alınmadır. Əmək dar, hesab dar, anıbar dar. Şünas, xana, xah, xeyrxah, bədxah. Bunlar alınmadır leksiklərdir. Amma qrammatikin hamısı özümüzündür. Deməli, doğrudan doğrunu yanlışdan yanlışa seçirəmsə, yerini dəyişmək lazımdırsa, 5 doğrudur, bu üzə keçməli, 2 doğrudur isə, o isə sağa keçməlidir. Deməli, cavabımız 2-5 olan cavab B bəndidir.
Verilmiş cümlə yalnız bir cür təhlil edilə bilir, verilmiş cümlə iki cür təhlil edilə bilir. Gəlin baxaq görək, hansı bir cür, hansı iki cür təhlil edilə bilir. Bu hadisə hadisədən bir müddət keçəndən sonra ilk dəfə onun gözü açılmışdı. Hə, onun gözü açılmaq frazoloji birləşmə kimi götürülə bilər, bütöv götürülər. Bir də onun gözü yumulu idi, həqiqi açılmışdı. Ona nə açılıb? Onun gözü. Onun gözünü açılmaqdan ayıra bilərəm. Deməli bu iki cür təhlil oluna bilər. Sonra pandemiya dövründə polis nəzarəti daha da güclənmişdi. Güclənmişdi nə? Polis nəzarəti nə zaman? Pandemiya. Bu yalnız bir cür düşünülə bilər. Bir də B-dir. Səidə müəllimə şəhidlər haqqında məlumat verir. Biri var Səidə. Məsələn, hansısa bir qız Səidə müəlliminə şəhidlər haqqında məlumat verir. Ondan Səidəni mübtəda götürürəm. Bir də var ki, Səidə müəllimə. Əslində heç bizdə cins anlayışı yoxdur. Səidə müəllimə yazılışda heç doğru deyil. Çünki ona görə ki, biz axı demişik, bizdə elə kişi də, qadın da müəllim olmalıdır. Bizdə cins fərqi yoxdur. Bir də bunu bu cür düşünürük ki, Səidə müəllimə, tutaq ki, bu müəllimənin adı Səidədir. Onda Səidə müəllimə bütöv götürülür mübtəda. Şəhidlər haqqında məlumat verir, tutaq ki, öz şagirdlərinə. Onda deməli bunu da iki cür düşünə bilərəm. Sonra biz dünən Novruz bayramı münasibətilə bütün böyüklərimizi təbrik etdik. Kimi? Böyüklərimizi, hansı böyükləri? Bütün böyükləri. Kim? Biz. Nə zaman? Novruz bayramı münasibəti ilə hamısı bütöv götürülür. Nə üçün? Niyə? Nə zaman? Dünən. Deməli, bu isə yalnız bir cür təhlil edilə bilir. Deməli, uyğunlaşdırmamı deyəsən, düz eləmədim. İki cür təhlil edilən ikincidə idi. İkinciyə AS-dir. Bayaq yuxarı belə yazmışam. İkinci AS, yəni iki cür yazılanlar. Dedim, onun gözü açılmışdı, onun gözünü ayıra bilərəm. Bir də onun gözü açılmaq, frazoloji birləşmə olub bütöv götürə bilərəm. Bir o, bir də Səidə müəlliməni. Biri var, müəllimənin adı Səidədir. Bütöv Səidə müəllimə bütöv gedir. Bir də var ki, hansısa bir şagirdin adı Səidədir. Müəllimə olur tamamlıq. Deməli, 2 AS, 1 B və D. 1 B dedi. Bunlar isə bir cür düşünülə bilir. Sonra keçirik. Deməli 2 AS 1 B'dir. Hansı cavabımızdadır? Qoyun görək müəllimlərimiz B variantındadır. 4-cü testimizə baxaq. Baxaq 4-cü testə. Deməli, morfoloji təhlillə dair yanlış fikirləri müəyyən etməliyik. Baxaq görək. Deyir ki, Yusif Ələsgərli heç vaxt sinifdə müəllimdən sonra daxil olmazdı. Aha. Cümlədə mürəkkəb zərf var, heç vaxt. Bəli, mürəkkəb zərfimiz var, bu doğru. Əsas nitq hissəsilə amonim təşkil edən köməkçi nitq hissəsi var. Sonra, düz deyir, bu da doğru. Burada qoşmadır, amma sonra zərfi də var axı. Yönlük hallı bir söz var, sinfə, düz deyir. Sifət təyin vəzifəsindədir. Yusif Ələsgərli heç vaxt sinifə, heç burada ümumiyyətlə sifət yoxdur, axı, sifət. Sifət yoxdur, 4 səhvdir. Feil keçmiş olmaz idi, olmaz, gələcək zamandır. Qeyri-qəti gələcək zamanda ikinci, üçüncü şəxslər rızıya keçir. Bu qeyri-qəti gələcək zamandır, keçmiş zaman deyil. İdi hissəcikdir burada. Deməli 4-5 cavabı D-dədir. Müxtəlif nitq hissəsinə aid amonim var. Gəlin baxaq görək. Müxtəlif qurd eyni nitq hissəsinə aiddir. Soxulcan var, canavar var. Bu amonimdir, amma eyni nitq hissə. Həm də qurd yeri gəlmişkən bir heyvan adı var. Qurd, canavar. Həm də var ki, soxulcan. Yəni bu amonimdir, amma ikisi də isimdir də. Bizə müxtəlif nitq hissəsi lazımdır. Baxaq. Dünən əli mürəkkəbə batırdı. Bugün gilis tozuna. Mürəkkəb. Bunu biz yazmışıq bu tipli test. Deyir, mürəkkəb bir zamanda mürəkkəbdir qələmi yazdıranda. Deməli, mürəkkəb rus sözü işlədir, qələmin zapazı. Belə deyirik. O qələmi mürəkkəb dəsində o. Mürəkkəb. Deməli, qələmin mürəkkəbi var. Bir də mürəkkəb zaman, yəni çətin zaman. Mürəkkəb məsələ, çətin iş, mürəkkəb iş. Yəni, mürəkkəb sifəti var, qələmin mürəkkəbi isimdir, mürəkkəb iş, çətin iş sifətdir. Deməli, B variantı. Qol hər iki isimdir, qurdun hər iki tayı isimdir. Ondan sonra hava, hamısı isimdir. Mənim havamı çal, udduğumuz hava. Aşıq, ayağın topuq hissəsi. Bir də var ki, oxuyan aşıq. Yəni, hamısı isimdir. Bizə müxtəlif nitq hissəsi lazım idi. Verilmiş cümlələri müqayisə edib, ortaq olmayan fikirlərin sayını müəyyən edin. Yeni il gecəsi bulvarda möhtəşəm ateşfəşanlıq olacaq. Böyüklərə hörmət etmək hamının müqəddəs borcudur. Deməli, bizə nə lazımdır? Ortaq olmayan fikirlərin sayı.
Cümlədə zərflik var. Harada? Bulvarda. Vəssalam. Yeni il gecəsi nə zaman? Var. Amma ikincidə yoxdur. Çünki hamının borcudur xəbər, nə böyüyə hörmət etmək. Yəni burada zərflik yoxdur, deməli bir getdi. Cümlədə söz birləşməsi işlənibdir. Yeni il gecəsi söz birləşməsidir, böyüklərə hörmət etmək də söz birləşməsidir. Deməli bu bir. Bir ortaq cəhəti tapdıq. Sonra, deməli bu bir. Sonra keçdik. Təyin sifətlə ifadə olunubdur. Heç burada təyin, ikinci cümlədə təyin yox da, böyüklərə hörmət etmək mübtədədir, hamının borcu xəbər. Amma məsələn birincidə var, möhtəşəm atəşfəşanlıq olacaq. Hə, yox, bu ortaq cəhət götürülə bilmir, bizə ortaq lazımdır. Bu da getdi. Deməli, hələ ki bir yazıram bura. Biri götürdüm hələ ki. Məstər, mübtəda məstər tərkibidir. İkincidə elədi, amma birincidə heç məstər tərkibi yox da, bunu da götürə bilmirəm. Köməkçinin qısası işlənibdir. Yox, işlənməyibdir. Hanı köməkçinin qısası yoxdur axı. Köməkçinin qısası yoxdur. Bizə ortaq olmayan fikirlərin sayı. Mən niyə ortaqları seçirəm? Ortaq olmayanları seçmək lazımdır. Diqqətli olmaq. Deməli, zərflik var. Bir bunu götürürəm. Bir budur. Niyə? Çünki dedim ki, ikinci cümlədə zərflik yoxdur. Söz birləşməsini götürmürəm. Təyin sifətli. İkincidə dedim təyin yoxdur. Bir də bunu götürürəm. Mübtəda məstər tərkibi ilə xeyr dedim. Birincidə məstər tərkibi yoxdur. Bir də bunu götürürəm. Köməkçinin qısası məsələn ikinci cümlədə işlənməyibdir. Heç birincidə də işlənməyibdir. Deməli bir də bunu götürürəm. Cümlədə köməkçinin qısası yeni il gecəsi bulvarda möhtəşəm atəşfəsanlıq olacaq. Böyüklərə hörmət etmək hamının müqəddəs borcudur. Deməli bizə nə lazımdır? Bizə ortaq olmayan fikirlər. Deməli zərflik var. O ortaq deyil. Bir dənə bunu götürdüm. Cümlədə söz birləşməsi işlənib. Bəli, yeni il gecəsi burada böyüklərə hörmət etmək. Onu götürə bilmədim. Bax, bunu götürə bilmədim. Təyin sifətlə ifadə olunub. İkincidə dedim təyin yoxdur. Bir də bunu götürdüm. Mübtəda məstər tərkibi ilə. Birincidə ümumiyyətlə məstər yoxdur. Bir də bunu götürdüm. 3. Cümlədə köməkçinin qısası işlənibdir. Heç birində işlənməyib. Heç birində işlənməyibdir. Heç birində işlənməyibsə, deməli onu ortaq cəhət kimi götürmək olar da, D bəndində götürmək olar. Axı heç birində köməkçinin qısası işlənməyibdir. 7-ci sualımız. Uyğunluğu müəyyən edək. Pnevmoniya, riqqət, spesifik. Deyir bizə burada ortaq fikirlər lazımdır. Pnevmoniya nədir? Pnevmoniya, bəli, ağciyər iltihabıdır. Yəni bu sərtləşir, bir növ vərəmə doğru gedir. Birə uyğun gəldi, E bəndi. Riqqət, ürək, canyananlıq, şəfqət. Bax, belədir. Canyananlıq və şəfqət hissi. Buna aid mətnlərdə bu sözü yazmışıq, çünki qarşıya tez-tez çıxan sözdür. Riqqət, canyananlıq və bir növ şəfqət hissi, ürək titrəyişi, belə bir, bu cür də buna bənzər sözlər olmalıdır. Ürək yumuşaqlıq A bəndidir. Spesifik özünə məxsus. Spesifik qoxusu var. Özünə məxsus, orijinal, təkrar olunmayan, qeyri-adi. Belə bu cavaba uyğun cavab görək hansıdır? Deməli, 3-ə də uyğun gəldi C. 1-ə 2-ə 3C oldu A bəndi. Getdik müəllimlərimin 8-ci, onun arxasıdırmı? 8. İsmi birləşmə, feili birləşmənin aslı tərəflidir və zərflikdir. Deməli, ismi birləşmə, feili birləşmənin daxilindədir və zərflikdir. Vəzifəsindədirlər. Müəllim ömrü Şama bənzəyir, özü əriyir, cahan işıqlanır. Xeyr, ümumiyyətlə burada zərflik görmədim. Zərflik burada yoxdur ümumiyyətlə. Hissə rəisi Məmmədov gələndə hamı düzülüşdə idi. Gəlin buna baxaq, diqqətlə baxaq. Niyə? Çünki hissə rəisi ikinci növ ismi birləşmədir və anda əndə feili bağlamanın daxilindədir və nə zaman hamı düzülüşdəymiş hissə rəisi gələndə. Deməli, B bəndi. 9-cu sual, sakit və şəkli sözü. Bu şəkli sözü həm mənsubiyyət düşünülə bilər, həm təsirli kal düşünülə bilər. Amma Bakılı şəkli düşünməz. Çünki Bakılı şəkli Azərbaycanlı Gürcü bu kiçik hərflə yazılmalı idi. Və orada şəkli olmamalıdır, şəkili olmalıdır, rayon şəkili i düşmür. Deməli, ancaq bu onun şəkli və yaxud da şəkli divardan asıb bunları düşünmək olar. Deməli, ortaq fikir lazımdır bizə. Uzanma var, xeyr, şəkildə yoxdur. 2 fərqli nitq qısası ola bilər. Şəkli yazı sifətdir, onun şəkli isimdir. Sakit
Adam sifətdir. Sakit danışır. Dostum sakit. Adam kimi. Adam adı da. Bu da isimdir. Bəli, düşünülə bilər də bir variant. O birlərə nəyə baxaq ki? Hər vəziyyətdə adlı xaladır. Xeyr, dedim, şəkli sözü. Şəkli divardan as, məsələn. Şəkli mənə ver. Təsirlik halda ola bilər. Zərflik kimi işlənə bilər. Xeyr. Şəkli sözü işlənmir. Mübtəda kimi işlənə bilməz. Xeyr, şəkli məndədir. Mənsubiyyət kimi olanda şəkildə işlənə bilər. Elə sakit danışır. Sakit, yəni dostum sakit danışır. O da mübtəda ola bilər. B bəndi. Düzgün. 80 yaşlı bu qoca. Qoca da yavaş-yavaş onun arxası. Bu nə deməkdir? 80 yaşlı bu qoca, qoca da yavaş-yavaş. Yəqin ki, qocanın biri artıqdır da burada. 80 yaşlı bu qoca da yavaş-yavaş onların arxasınca addımlayırdı. Düzgün sintaks təhlil sxemini göstərirəm. Gəlin baxaq. Nə edir? Addımlayır. Harada addımlayır? Hara ilə? Onların arxası ilə zərflik. Nə tərzdə addımlayır? Yavaş-yavaş, bu da zərflik. Aha. Kim addımlayır? Qoca, mübtəda. Hansı qoca? Bu. Hansı qoca? 80 yaşlı. Bax, bu 80 yaşlı bu. Belə təyin olanda bir cümlədə 2 və daha çox təyin olub. Arasında vergül və tabesiz bağlayıcı yoxdursa, belə təyinlər qeyri-həmciz təyinlər adlanır. Deməli, düzgün sxemimiz D bəndində idi. 11-ci sual. İsimləşmiş sifət tamamlıqdır. İsimləşmiş sifət. Gəlin baxaq. Heç birinci cümlədə isimləşmiş sifət yoxdur. Aha, gözəllər seyrəngah. Gözəllər isimləşib, amma gözəllər seyrəngahısan. Birlikdə xəbərdir, bu da yoxdur. Gecənin gündüzün şəri yaxşıdır deyiblər. Xeyr, bu da tamamlıq vəzifəsində deyil. Bizə nə lazımdır? Bizə tamamlıq lazımdır. Oxuyanları yığıb ayrıca aparmışdılar. Oxuyanları feili sifətdir. Bu birincisi. İkincisi yığaraq feili bağlama tərkibinin içindədir. Amma yaxşılarını, nəyi? Yaxşılarını. Anası üçün ayırıb bəndi. Sözün quruluşunu dəyişmişdir. Neçə şəkilçi quruluşu dəyişir? Sözün yadınızda saxlayaq ki, quruluşunu yalnız birinci leksik şəkilçi dəyişir. Yalnız birinci leksik şəkilçi. Ona görə biz özümüzü belə olanda dağa-daşa çırpmırıq. Neçə şəkilçi dəyişib deyəndə ancaq bir şəkilçi götürə bilirik. A bəndi. Sözün quruluşunu yalnız ona qoşulan birinci leksik dəyişir. Məsələn, baxaq. Qarşı, qarşıla. Qarşı sayda idi, qarşıla onu düzəltmə elədi. Qarşılaş, qarşılaşdır, qarşılaşdırıl. Onsuz da hamısı düzəltmədir. Sözün quruluşunu, yenə deyirəm, ona qoşulan yalnız birinci leksik şəkilçi dəyişə bilər. O birlər boşdur, o birlər dəyişə bilməz. Deməli, verilmiş mətn əsasən hansı fikrə münasibət bilmərik? Aha, bildirə bilmərik. Uşaqlar küçədə oynayarkən bir sərçə balası tuturlar. Onlar, o deyir. Sərçə mənimdir, bu deyir mənimdir. Az qalırlar bir-birini. Aha, 165 neçənci sual idi bu? 165. Az qalırlar bir-birini döysünlər. Bu vaxt Bəhlul hələ gənc imiş. Amma cavanlığına baxmayaraq çox ağıllı hazır cavab imiş. Uşaqlar öz aralarında danışırlar ki, Bəhlulu görsək ona deyərik. Bizim şərimizi kəsər. Bu məqsədlə uşaqlar yola çıxıb Bəhlulu axtarırlar. İndi gəlin görək, bizdə burada nə haqda məlumat yoxdur, nə haqda bizə danışmayıblar burada. Baxaq. Bəhlulun xarakteri, bəli, ağıllı, hazır cavab. Bu var. Bəhlulu necə biri kimi tanıması? Deməli, Bəhlulu ağıllı kimi tanıyırlar. Ağıllı, hazır cavab imiş ki, deyirlər, Bəhlul bizim problemimizi həll eləsin də. Deməli, var. Sərçənin sonda kimə veriləcəyi haqqında, aha, bu yoxdur. Bilmədiyək, hələ Bəhlul gəldi nə qərar verəcək C bəndi. Bəhlulun yaşı haqqında gənc imiş. Gənc imiş də yaşı az imiş. Cavanlığına baxmayaraq. Uşaqların xarakteri haqqında var imiş. Deməli, uşaqlar, o deyir mənimdir, bu deyir. O biri uşaqlar Bəhlul qədər ağıllı deyilmişlər. Xarakterlər haqqında ən azı bunu bildik. 14-cü sual. Həsrəti sözə düzürəm. Deməli, burada nə lazımdır? İsmin hallarını düzmək lazımdır. Həsrəti sözə düzürəm. Təsirlik, sözə yönlük. Əlimi yurtdan üzürəm. Yenə təsirlik, yurtdan çıxışlıq. Şeirimə yönlük. Söz gəzirəm. Sözü gəzirəm. Təsirlik. Sözüm adlıq. Qaldı Kəlbəcərdə yerlik. Gəlin görək, bu sxemə uyğun cavab hardadır buna uyğun? Deməli, təsirlik, yönlük. Ondan sonra əlimi yurtdan üzürəm.
əlini üzmək, frazoloji birləşmə getdi. Yurtdan çıxışlı xal, şeirimə yönlük hal, sözü təsirli hal, sözüm adlı hal, Kəlbəcərdə yerli hal. Bax, əlini üzmək. Əlimi təsirli hal götürmürük. Niyə? Çünki əlini üzmək var. Arxasına baxın, əlini üzmək. Əl üzmək frazoloji birləşmədir. Ona görə əlini üzmək yurtdan çıxışlı haldır. Deməli, bizim cavabımız oldu hansı? Bir də deyirəm. Həsrəti təsirlik, sözə yönlük, yurtdan çıxışlıq, şeirimə yönlük, sözü təsirlik, sözüm adlı, Kəlbəcərdə yerlik. D-bəndidir müəllimlər, D-bəndi. Aha. Deməli 15-ci sual. Biri sual əvəzi ilə yaranmış sual cümləsidir. Baxaq. Biri sual əvəzi ilə yaranmış sualcı. Sual əvəzli olanda demişəm buna cavab vermək olmur. Yəni hə, yox, bəli, xeyir cavabı verə bilmirəm. Sən necə oxuyursan, bəli deyə bilmirsən. Hara gedirsən, xeyir deyə bilmirəm. Baxaq onda. Sual onun nə işlər tutduğunu görürsəm mi, burada mi ilə, hə ya da yox, görsən cavab verə bilirəm. Deməli bu sual əvəzindən yaranmayıb. Vaxtında yerinə yetirmişdim, xeyr, görsən cavab verə bildim. Atan evdə deyildi, yox. Kazımlıq haqqında deyib, deməyib sizə, yox. Hamısına cavab, amma Rauf nə zaman qayıdacaq? Hə, yox deyə bilmirəm. Nə zaman? Sual əvəzliyi var çünki, D-bəndi. Həm tək, həm cəm toplu isim kimi işlənə bilən söz var. Həm tək, həm də cəm toplu isim kimi işlənə bilən söz var. El yaylağa qalxmışdı, kənd boşalmışdı. Həm tək, həm də cəm demirik, həm də toplu isim. Biz demişik ki, el sözü əgər yurt mənasında varsa elimizə bahar gəlir, yəni yurdumuza. Orada toplu isim deyil. Amma əgər desəm ki, el bayram eləyir, yəni xalqımız, yurdumuz, elimiz, orada toplu isimdir. Deməli, el sözü həm topludur, həm toplu deyil. Həm tək demək, sualı düzgün qoyulmayıb. Niyə? Toplu da təkdir də, onsuz da. 17. Neçəsi səhv yazılıbdır? Neçəsi səhv yazılıb? Demişəm ki, Azərbaycan milli qəhrəmanla Sovet İttifaqı qəhrəmanı hamısı böyükdür. Deməli, budur. 7 gözəl əsər adı dırnaqda yazılmalıdır. Bir dənə səhvimiz. Nazir kiçikdir. Nazirlik olsaydı düz olardı. 2 dənə səhvimiz. 20 əgər hərfləndirsə yanvar kiçik yazılmalıydı. 3 dənə səhvimiz. Bakı Dövlət Universiteti 3 səhv C bəndi. Deməli, bu səhifə 165-dir. 166-cı səhifə hardadır? Yoxdur.